Salam, hər vaxtınız xeyir olsun, dəyərli şagirdlər. Bu gün mən sizə 5-ci sinif Azərbaycan dili Dövlət İmtahan Mərkəzinin test toplusundan fərd və topluma aid olan A variantını izah edəcəm. Siz də mən izah edədikcə şərh bölümündə bir-bir cavabları qeyd ediyorum. Keçək testlərimizə. Birinci testimiz belədir. Deyir, altından xətt çəkilmiş sözün ilk və son saitlərinin oxşar cəhətlərini müəyyən edin. Altından xətt çəkilmiş söz, burada görürsünüz, keçmişinə daş atanın gələcəyinə güllə atarlar. Bəxtiyar Vahabzadənin sözüdür. Altından xətt çəkilmiş söz keçmişinə sözüdür. İlk və son saitidir. İlk saiti E-dir. Son saiti isə Ə-dir. Deməli, biz E və Ə-yə aid olan xüsusiyyəti tapacaq. İndi baxaq. Deyir, qapalıdır. Qapalılar 4 cür yazılan şəkilçi. I, I, U, Ü'dir. Qapalı deyil. Qapalı olmadığına üçün A variantı, C variantı, D variantı çıxır. Sonra qalındır. Qalınlar A, I, O, U'dur. Burada da Ə yoxdur, E'nin Ə yoxdur. Ona görə 2 də çıxır. 2 də çıxır. Cavab variantımız qalır Y variantı. Açıqdır. Bəli, E və Ə açıqdır. Hər ikisi incədir. Bəli, hər ikisi incədir. Doğru cavab olacaq. Bir də E variantı. 2-yə baxaq. Deyir, Eylər Venn diaqramında yol verilmiş səhvləri düzəltmək üçün hansı fikirlərin yerini dəyişdirilməlidir? Eylər Venn diaqramında Bakı sözünə aid olan və sözünə aid olan tapacaq. Bakı sözünə aid olanlar bu tərəfdə olur. Və sözünə aid olanlar bu tərəfdə. Hər ikisinə aid olanlar isə ortada yazılacaq. İndi baxaq. Leksik mənası var. Bəli, Bakı isimdir. Leksik mənası var, şəhərdir. Bir doğrudur. Bizə deyir, səhvi tapın. Bir çıxdı. Bir çıxdı. Ona görə də A və D variantımız səhv fikirdir. Əsas nitq hissəsidir. Bəli, Bakı isimdir. Əsas nitq hissəsidir. 2-də çıxır. 2-də çıxır. 2-də çıxır. Yalnız qrammatik mənası var. Hər ikisinə aid olan. Bakı sözünün yalnız qrammatik mənası yoxdur. Həm də leksik mənası var. Ona görə bu hər ikisinə aid deyil. Deməli, səhv 3-dür. Və sözünün ya qrammatik mənası var. 3 bu tərəfdə olmalıdır. 4 deməli bu tərəfdə olmalıdır. Və sözü tərəfdə. Deyir, qrammatik mənası var. Qrammatik məna hər ikisinə aiddir. Ona görə qrammatik məna olmalıdır ortada. Qrammatik məna hər ikisinə aiddir. 4. Köməkçinin hissəsidir və bu da doğrudur. Köməkçinin hissəsi doğru olduğu üçün 5 ola bilməz. Heç 5 yoxdur cavablarımızda. Çıxır. 3 ilə 4-ün yeri burada dəyişilir. 4 hər ikisinə aiddir. Yəni ortada yazılmalıdır. 3 isə və yalnız və-yə aiddir. Yəni bu tərəfdə yazılmalıdır. Ona görə də cavab olacaq 3 və 4. C variantı. Üçüncü sualımıza baxaq. Deyir ki, cədvələ və sözlərə əsasən müəyyən edin. Uyğunluğu müəyyən edəcəyik burada. Yazışı doğru olanları birinci tapacaq, sonra yazışı səhv olanları tapacaq. Baxaq. Cəsus. Cəsus sözünün yazışı doğrudur. Yox, səhvdir. Casus olur. Bir səhvdir. Casus olacaq bu. Cəsus yox, casus. 2. Məharət. Məharət sözü doğrudur. 2 var. Birlər çıxır, birlər çıxır, birlər çıxır. 2 var. Deməli, A variantımız doğrudur. Müthiş. T ilə olacaq. 3 ola bilməz. Müthiş olacaq. Müthiş yox, müthiş. 3 səhvdir. Sonra qafil doğrudur. İndi səhvlərə baxaq. Macəra. Macəra. Yazı şəfdir. Məcara olacaq. Macəra yazılıb. Ona görə də 5 olacaq. Malahət yox, məlahət olacaq. 6 olacaq.
Qədəmdə doğrudur. 7-də çıxır. Cavab olacaq 2, 4, 5, 6. A variantı. Dördüncü sualımıza baxaq. Deyir, hansı cümlənin ilk sözü C samitinin kar qarşılığı ilə başlayıb, X samitinin cingiltili qarşılığı ilə bitir. C samitinin kar qarşılığı olacaq K. C2. X samitinin cingiltili qarşılığı isə olacaq Y. Deməli, K ilə başlayıb Y ilə bitəcək. Baxaq, kosmik. Kosmikdə K ilə başlayır, K ilə başlamır. Gözəllik K ilə başlayır, səhvdir. Karifey K ilə başlayır, səhvdir. Cavab qalır B və Y variantı. İndi baxaq. Kiçiklik böyük insanlara xas xüsusiyyət deyil. Burada kiçiklik özündən sonra demişdik ki, sait gələndə cingiltilidir. Daha doğrusu özündən sonra sait gələndə cingiltilidir. Samit gələndə isə kardır. Burada kiçiklik olacaq kiçikliş. Xüstüşdirik. Yəni burada belə yazılacaq. Kiçikliş. Xüstüşdirikdir bu. Bizə isə Y lazımdır. Ona görə bu səhvdir. Bu variant isə Q ilə başlayır, Q. Y ilə qutarır elə. Bizə lazımdır Q ilə başlayıb Y ilə qutarmaq Q. Cavab olacaq Y variantı. 5-ci sualımıza baxaq. 5-ci sual deyir ki, nümunələr əsasında yanlış fikri müəyyən edin. Biz səhvi tapacağıq 5-də. İradəli və səbirli insan məğlub olmaz. Əmr cümləsidir. Səhvdir. Əmr cümləsi nədir? Əmr eləyir. Amma burada əmr yoxdur. Burada cümlə bitib nəql eləyib. Ona görə bu olacaq nəqli cümlə. Əmr yox. Cavab burada bu nəqlidir. Burada isə əmr yazıb. Deməli A variantı bizim elə səhv cavabımızdır. Doğru cavab olacaq elə A variantı. B-yə kiçik nöqsanlar böyük səhvlər aparır. Nəqli cümlədir. Doğrudur. Ana öz gücünü övladından alır. Nəqli cümlədir. Doğrudur. Həmişə həqiqəti söyləyin. Söyləyin əmr eləyir. Əmr cümləsidir. Günəş niyə gecələr görünmür? Sual cümləsidir. Bəli, niyə sual əvəzliyinin köməyi ilə yaranıb? Doğrudur. Doğru cavabımız olacaq 5-də A. 6. Deyir, klasteri tamamlaya bilən sözləri müəyyən edin. Tərkibində samitlərin hamısı kar qarşılığı olmayan səslərdir. Lalələr sözündə L və R samiti kar qarşılığı yoxdur. Yəni bunlar sonordur. İndi burada biz nə edəcəyik? Kar qarşılığı olmayanı sıra ardıcıllıqla buraya yazacaq. Yəni bizim cavablarımız kar qarşılığı olmayan cümlələr olacaq. Baxaq. Nanə sözü n-dır. N-dır. Kar qarşılığı yoxdur. Biri götürdük. Məmnun sözü m və n-dır. Kar qarşılığı yoxdur. İkini götürdük. Həlim sözündə h kar qarşılığı, h kardır. Ona görə getdi. 3-lər getdi. 3-lər getdi. 3-lər getdi. Məhlul sözündə yenə h var. 4 də gedir. Cavabımız qalır D variantı. Ellər sözündə L və R. 5. Doğru cavab olacaq 6-da D variantı. Yəni cavab kar qarşılığı olmayanlar. 7. Hansı sözlərin tərkibindəki bütün saitlər qalındır, açıqdır, dodaqlanandır? Aha. Baxaq. Buzov sözündə deməli qalınları yazırıq. Birinci qalınları yazaq. A, I, O, U. Sonra açıqlar yazaq. A, E, Ə, Ö, O. Dodaqlananları yazaq. O, Ö, U, Ü. İndi baxaq. Buzov sözündə deyir ki, bütün saitlər qalındır. U və O qalındır. Açıqdır. Xeyr, U açıqdır, qapalıdır. Ona görə bir səhvdir. Bir çıxır. Oxlov sözündə O qalındır, açıqdır, dodaqlanandır. 2.
Kösöv sözündə ö qalın deyil. Qalın deyil. Ona görə çıxır. İncədir. Duyğu sözündə u qalındır. Açıq deyil. Ona görə çıxır. Kosmos sözündə o qalındır. Deməli, açıqdır. Həm də dodaqlanandır. 5. Cavabımız olacaq 2-5 B variantı. 8-ci sual. Deyir, çərçivə daxilində verilmiş söz əsasında müəyyən edin. Həyalı sözünü biz müəyyən edəcəyik. Həyalı. Leksik mənası uyğundur. Quruluşca düzəltmədir. Quruluşca düzəltmə olması bunun qrammatik mənasına aiddir. Leksik mənasına aid deyil. Leksik mənası onun mənası nədirsə odur. Həyalı olmaq, abırlı olmaq, utancaq olmaq. Leksik mənası 2-dir. 1 deyil. 1 bunun qrammatik mənasıdır. 1 çıxır. 1 çıxır. 1 çıxır. 1 çıxır. Qrammatik mənası uyğundur. Sifətdir. Həyalı. Düzdür. 3 doğrudur. Namuslu, təhsilli deməkdir. Səhvdir. Bu leksik mənasına uyğun gəlir. İkinci dərəcəli üzvün yerindədir. Bu da sintaktikə aiddir. Çıxır. Deməli, qrammatik mənası uyğundur. 3, 2, 3. Cavabımız olacaq 2, 3. 2, 3, bir də 5-də ikinci dərəcəli üzvün yerindədir. Burada həyalı insan zalım olmaz. Burada düzdür. 5 də götürəcəyik. 5 burada səhv deyil. 5 də aiddir. Cavab olacaq Y variantı. 9. Nöqtələrin yerinə arıcı olaraq hansı sahitlər uyğun gəlir? Deməli, burada birinci olacaq Ü. Mütaliəsi Ü olacaq. 1. Mütaliəsi zəif olan insanların dünya görüşü məhdud olur. Ə. Ü ilə ə. 1 ilə 3. Cavabımız olacaq C variantı. 9-da. 10-cu sual. Uyğunluğu müəyyən edin. Fikrin bitmədiyini və nitqdə pauzanın olduğunu bildirən cümlədir. 2. Xəbər almaq məqsədi daşıyan cümlədir. Nitqdə pauzanın olduğunu bildirən cümlədir. Yəni burada deməli nida cümləsi, xəbər almaq məqsədi ilə də sual cümləsi. İndi baxaq. Elm öyrənmək heç vaxt gec deyil. Bu nəqli cümlədir. A variantı getdi. A variantı ola bilməz. Heç birinə aid deyil. Bizə nida və sual cümləsi lazımdır. Günəş bir gündə 2 dəfə doğmaz. Bu da ola bilməz. İnsanın ümid və inamının mənbəyi nədir? Bu xəbər almaq məqsədi ilədir. 2C. Biz Xankəndiyə çatanda artıq bayram şənliyi başlamışdı. Burada artıq fikrin bitmədiyini və nitqdə pauzanın olduğunu bildirən cümlədir. Çünki burada nöqtə var. 3 nöqtə. Ona görə 1-ə uyğun gələcək. D. Qalibiyyət həmişəmi cəsurların tərəfində olur? Bu da sual cümləsidir. Mi ədatı ilə yaranıb. Olacaq Y. Deməli 1D, 2C, Y. 1D, 2C, Y, B variantı. Sonra mətnə baxaq. Mətni oxumayacağım. Siz özünüz bunu oxuyub burada deməli məlumat alarsınız. Mətndə söhbət nədən gedir? Bir şirkətin sahibi olur. Bu dəftərxanada işləmək üçün kadr arayır. Bu məqsədlə qəzetdə elan verir və həmin vəzifədə işləmə arasında olan bir neçə gənc oğlan müəyyən edilmiş vaxtda sahibkarın qəbuluna gəlir. Sahibkar şirkətdəki kabinetində onlardan söhbət edir və nahara qədər aralarından birini seçir. Gənclər otaqdan çıxandan sonra sahibkarın yanındakı yaxın tanışı ondan soruşur ki, sizin seçdiyiniz gənci əvvəlcədən tanıyırdınızmı? Sahibkar da deyir, xeyr, mən tanımırdım. Deyir, bəlkə sizə hansı dostunuzdansa məktub gətirmişdir. Xeyr, heç nə gətirməmişdir. Deyir, bəs niyə onu seçdiniz?
Sahibkar da burada fikrini əsaslandırır ki, həmin insana mən diqqət yetirdim. Gördüm ki, həmin insan təmizkardır. Məsələn, ayaqqabısını ayaq altıya sürtüb keçir. Yeri qəsdən bir kitab atmışdım. Gördüm o nəzakətlidir. Bunu belə deyək verir. Kitabı qaldırdı yerdə, masanın üstünə qoyur. Əyləşmək istəyərsən, ayağı şikəst olan gödək boylu oğlana verir yerin. Yəni söhbət zamanı o heç kəsin sözünü kəsmədi. Yəni burada onun ümumi xüsusiyyətlərindən danışır və deyir buna əsasən də mən onu seçdim. Yəni burada seçimin əsaslandırır. İndi baxaq. Mətndə oxucuya çatdırılan əsas fikirdir. Mətndə oxucuya nə çatdırılır? Məqsədə çatmaq üçün kitab da bir vasitədir. Xeyr, burada kitabdan söhbət getmir. Sahibkarların və işə ehtiyacı olanların amalı eyni olmalıdır. Xeyr. Səliqəli insanların işlə təmin olunması asandır. Burada səliqəli insanların işlə təmin olunmasından söhbət getmir. Məqsədə çatmaq üçün həssas və diqqətli olmaq lazımdır. Aha. Məqsədə çatmaq üçün həssas və diqqətli olmaqdan söhbət gedir. Doğru cavab olacaq D variantı. Gənclər işlə təmin olunmalıdırlar. Bu da səhvdir. 12. Mətnin giriş hissəsi ilə bağlı fikirlərdir. Aha. Mətnin giriş hissəsinə baxaq biz. Obrazlar haqqında ümumi məlumat verilir. Burada obrazlar haqqında giriş hissəsinə nə verilir? Şirkətin sahibi haqqında burada məlumat verilir. Sahibkar haqqında məlumat, bir də gənclər haqqında məlumat verilir. Obrazlar haqqında ümumi məlumat var. Biri birdir. Ümumi şəkildə sahibkar haqqında, sahibkarın nə üçün nə gəzirdi bu var. Gənclərin qəzetdə çap etdikləri elandan bəhs olunur. Xeyr, gənclər bunu çap eləməmişdi, sahibkar eləmişdi. 2 cavablardan çıxır. Gənclərdən birinin daha fəal olduğu bildirilir. Aha, burada gənclərdən birinin daha fəal olduğu bildirilir. Mətnin giriş hissəsində yox, son hissəsindədir bu. Ona görə 3 çıxır. Sahibkarla gənclər arasında dialoqun olduğu deyilir. Burada fikir verisi deyir ki, həmin vəzifədə işləmə arzusunda olan bir neçə gənc oğlanı müəyyən edilmiş vaxtda sahibkarın qəbuluna gəlir. Sahibkar şirkətdəki kabinetində onların söhbət edir. Yəni söhbət etmək nədir? Dialoqda. Deməli dialoqu olub. Giriş hissəsində dialoqu olub. Düzdür. Bundan bəhs olunur. Dialoqu var. Doğru cavab olacaq 1 və 4. C variantı. 13. Doğru fikirləri müəyyən edin. Sahibkara aid olanlar, seçilən gəncə aid olanlar və hər ikisinə aid olanlar. Sahibkar işçi axtarır. Doğrudur. İşçini sahibkar axtarır. Biri 1'dir. 1 var. Ona görə B variantı, C variantı, D variantı gedir. Ya A-dır, ya Y-dir. Təmkinlidir. Sahibkar təmkinlidir, amma burada gənc də təmkinlidir. Hər ikisi də təmkinlidir. Ona görə 2 burada olmalıydı, ortada. Burada yazıldığı üçün səhvdir. 2. Konkret məqsədi var. Bəli. Sahibkarın konkret məqsədi işçi tapmaqdır. Gəncin konkret məqsədi iş tapmaqdır. Hər ikisinin konkret məqsədi var. 3 götürdük. Deməli 1-3 var. Sonra iş axtarır gənc. Doğrudur. Gənc iş axtarır. Tanışı ilə həmsöhbət olur. Tanışı ilə həmsöhbət bu gənc yox, sahibkar olur. Ona görə 5 səhvdir. Doğru cavab olacaq 1, 2, 1, 3, 4. Y variantı. 13'də. 14. Yanlış olanları müəyyən edin. Baxaq. Seçiminin baş verdiyi məkan qəzet redaksiyası. Xeyr. Qəzetin redaksiyasında deyildi. Seçim şirkətin otaqlarından birində idi. Burada da qeyd olunub ki, şirkətin otaqlarının birində. Fikir verisi burada deyir. Şirkətin sahibi dəftərxanada işləmək üçün gənc kadr ayırır. Bu da məqsədlə qəzetdə elan çap etdirmişdi. Bir neçə gənc oğlanı müəyyən edilmiş vaxtda sahibkarın qəbuluna gəlir. Sahibkarın qəbuluna gəlibsə, deməli burada şirkətin otağıdır. Sahibkar şirkətdəki kabinetində deyir, onları qəbul eləyir, söhbət eləyir. Şirkətdəki kabineti. Deməli, hardan söhbət gedir? Məkan olaraq şirkətdəki otaqlardan birində, yəni şirkətdəki kabinetdə qəbul eləyir. 2 düzdür. Seçimin başlayıb davam etdiyi vaxt səhərdən axşama qədər təxminən bir neçə saat.
Burada cavab səhərdən axşama qədərdir. Fikir versiniz bura görərək ki, deyir ki, söhbət edir və nahara qədər aralarından birini seçir. Aha, yox. Sahibkar şirkətdəki kabinetdə onlara söhbət edir və nahara qədər seçir. Nahara qədərdirsə, deməli bir neçə saatdır da, tezdəndən nahara qədər. Yəni, nahar saat 1-dədirsə, 9-da başlayıbsa 3 saat, bir neçə saatdır. Axşama qədər deyil, nahara qədərdir. Deməli, bir neçə saatdır. Səhərə axşama qədər fikri səhvdir. Cavab olacaq 2 və 4, D variantı 14-də. Bir dəqiq baxaq buna. Burada nahara qədərdir. Burada başqa ola bilməz axı. Nahara qədər deyir, aralarından birini seçir. Bu da bir neçə saat olacaq. Axşama qədər demir. Burada biz deyir ki, yanlış olanları tapın. Ne bizə deyir? Yanlış olan, mən səhv baxdım. Yanlış olan deyir. Yanlış olan 2 ilə 4 doğrudur, 1 ilə 3 səhvdir. Çünki qəzetin redaksiyasında baş vermir, şirkətin otaqlarından birində baş verir, bir səhvdir. Ona görə cavabın biri 1-dir. Biri də burada səhərdən axşama dək yox, bir neçə saat. Çünki nahara qədər idi axı. Cavab olacaq 1 ilə 3. B variantı. 15. Şirkət sahibi seçimi həyata keçirərkən nəyə önəm verir? Dostunun fikrinə, səhvdir. İştirakçıların sayına, xeyr. İştirakçıların fiziki sağlam, buna da heç baxmadı. Davranış və hərəkətinə. Yəni, burada kitabı atdı yerə, baxdı, gördü, o ayağını silir və s. Yəni, bunun davranış və hərəkətinə fikir verdi. Doğru cavab 15-də C olacaq. 16. Sahibkarın tanışı dialoq zamanı nəyi dəqiqləşdirmək istəyir? Dəqiqləşdirmək istəyir ki, görüm, tanışın vasitəsilə işə düzəlib, yoxsa başqa yolla işə düzəlib. Yəni, ümumi olaraq bunu. Seçim zamanı tanışının təsir altına düşüb düşmədiyini, bunu müəyyən eləyir ki, görüm kimsə ona xahiş eləyib ki, mənim oğlumu və yaxud da mənim qohumumu işə düzəlt, yoxsa heç kim ondan xahiş eləməyib. Burada məlum olur ki, heç kim xahiş eləmir və sahibkar seçim təsir altına düşmür. Öz seçmə əsasında, öz sərbəst fikri əsasında burada işçi götürür. Yəni, sahibkarın tanışı dialoq zamanı nəyi dəqiqləşdirmək istəyir? Seçim zamanı tanışının təsir altına düşüb düşmədiyini. 17. Deyir, şirkət sahibi bir müddət nəyi gizli saxlayır? Şirkət sahibi qaydaları gizli saxlayırdı burada. Çünki qaydaları açıqlamamışdı ki, biz hansı kriteriyalar əsasında işçi gəzirik. Məsəl üçün, bəzi vakansiyalar olur, orada yazılır ali təhsil, staj, sonra müəyyən dil bacarıqları, müəyyən kompüter bacarıqları. Şirkət sahibi bunu gizlətmişdi, heç bildirməmişdi. Deməli, əlaqə vəsait vasitəsi səhvdir, bütün şərtləri. Burada şərtlər qalır. Şirkətdə boş olan sahənin adı səhvdir. Bu da səhvdir. Doğru cavab olacaq C variantı. Bir müddət nəyə gizli saxlar? İşçi seçimi üçün bütün şərtləri. 18. Son abzasda bəhs olunur. Deməli, biz sonuncu abzası baxırıq. Görək, nədən bəhs olunur? Sonuncu abzas gəlir, çıxır harasa burada. Buradan çıxıb başlayır. Son abzasda işçinin seçimini əsaslandırılması. Bundan bəhs olunur. İşçinin seçimini əsaslandırılması. Özünü bəraət qazandırmaq, səhvdir. Başqası qarşısında hesabat vermək, seçimini şübhə ilə yanaşmaq, insanların zəif cəhəti öz seçimini əsaslandırmaq. Bundan bəhs olunur. Doğru cavab 18-də olacaq B.
19. Mətnin sonundakı nöqtələrin yerinə uyğun gələn fikri yazmaqla nəticə hissəsini formalaşdırın. Nəticə hissəsi sondur. Deməli, siz buna müəyyən, belə deyək də, mətnin sonu necə olur? Mətnin son hissəsi bizə verilib ki, buna görə də onu seçməyə daha münasib bildim. Aha. Və nəticə olaraq da yazırsınız ki, bu seçimin tərəfsiz, obyektiv olduğunu şirkət sahibinin dostu tam əmin olur. Yəni, şirkət sahibinin dostu nəticədə əmin olur ki, yaza bilərsiniz ki, şirkət sahibinin dostu sonda əmin olur ki, işə götürən tərəfsiz olaraq işçini seçib. Və yaxud da yaza bilərsiniz ki, heç bir xahiş olmadan, heç bir tapşırıq olmadan işçini seçib. Yəni, ümumi olaraq bu formada tamamlaya bilərsiniz. Tərəfsiz olaraq, obyektiv olaraq işçini seçib. 20. Verilmiş fikri mətnlə əlaqələndirməklə əsaslandırın. Deyir ki, insanın xarici görünüşü və davranışları onun daxili dünyasını xəbər verir. Sahibkarın seçdiyi gənc səliqəli olmaqla, geyimi ilə, görünüşü ilə, özünəməxsus davranışı ilə diqqəti cəlb edir. Və beləliklə də onun xarici görünüşündən yox, onun davranışından, onun daxili dünyasından xəbər verir ki, bunun davranışı necədir? Yəni, onun dişlərinin ağappaq, dırnaqların təmiz olması, səliqəsindən, yerə düşmüş kitabı qaldırılması, diqqətindən, yerinin ehtiyacı olan başqa birinə verməsi, ləyaqətindən xəbər verir. Və onda olan keyfiyyətləri duya bildiyi üçün sahibkar məhz həmin gənci seçir. Yəni, bu doğrudur ki, xarici görünüş və davranışlar insanın daxili dünyasından xəbər verir. Deməli, bir insanın xarici görünüşü və davranışı onun daxili dünyasından xəbər verir. Çünki burada onun dişlərinin ağappaq olması, dırnaqlarının təmiz olması, kitabı yerdən götürülməsi, yəni davranışıdır ki, məhz buna əsasən də işçi gənci seçir. Doğru cavab olacaq, doğrudur. İnsanın xarici görünüşü və davranışları onun daxili dünyasından xəbər verir. Hələ ki bu qədər. Siz də kanala abunə olun. Bəyənin videonu. Eyni zamanda videonu saxlayıb öz cavablarınızı rəy bölməsində yazın.